Salam, gəlin sizə gündəlik elədiyim makyajı göstərim. İlkin primerini vurub başlayıram. Sonra Sinozun gözaltı kremini vururam. Bu bayağı çox qəşəng bir kremdir. Gözaltımın rəngini açıb. NYX'in bu qaş sabitləyicisi ilə qaşlarımı yüngülvari sabitləyirəm. Sabitləyəndən sonra gözlərim daha belə göz qaş məsafəm çox görsənsin deyə konsilerlə belə çərçivələyirəm qaşımın altından. Sonra o çərçivəni belə bir tin fırçasına yayıram. NYX'in belə bir skin tinti var. Bu yəni tonal kimdir. Heç BB krem effekti də vermir. Sadəcə dərimizin rəngini eşitləyir. Yəni dərimizdə heç bir şey yoxmuş kimi. Top Face'in fırçasına yayandan sonra sponjun üstündən keçirəm. Rev'in bu stick konturunu vururam. Dərim yağlı olduğu üçün tək stick kontur qalmır üzümdə. Real Technique'in bu fırçasına yayıram konturumu. Konturumu yayandan sonra məndə bir dənə üz paleti var, yəni illərdir istifadə edirəm. Onu bronzeri ilə üstünə keçəcəm. Burun konturumu da həmin o qaşımın altında konsileri yaydığım fırça ilə yayıram. Bu paletdir o, yəni həm içində pudrası var, həm ənliyi var, həm 2 tonlu bronzeri var. Bronzeri də vurandan sonra göz altımı qapadıram. Sonra Şıqlamın bu 2 tərəfli pudrası ilə üzümü sabitləyirəm. Yəni üzüm dəhşət dərəcədə yağlı olduğu üçün sabitləməsəm qətiyyən üzümdə makyaj qalmır. Sonra keçirəm liner çəkməyə. Linerimi də çəkəndən sonra kirpiklərimi qıvırıram. Daha sonra Miss 64 nömrəsi ilə dodağımı çərçivələyib içinə Maybelline'in bu 65 nömrəli çox qəşəng olan pomadasını çəkirik.